başlayacaqlar xristianların, yahudilərin bayramlarını etməyə. Görəcəksiniz ki, onlar Şaxta babanın yanında şəkillər çəkdirirlər. Bəzilərini görəcəksiniz ki, yolka ağacı alıb onu bəzəyirlər. Bəzilərini görəcəksiniz ki, həmin o Neol baba ilə şəkil çəkdirməkdən ötürü necə canfəşanlıq edirlər və xristianları, hətta bəzi keşişlərin belə bayramını təbrik edirlər. Lakin onlara deyəndə ki, nə üçün müsəlmanların bayramında bu xristianlar, yahudilər müsəlmanları təbrik eləmirlər, əksinə öz dinlərinə sarılırlar. Buna cavab olmur. Əksinə bəziləri isə deyirlər ki, biz onları təbrik edirik, bu birgə yaşayışdır və s. kimi sözlər deyirlər. Yaxşı, nə üçün müsəlmanların bayramına gələndə bu birgə yaşayış bəhanəsindən istifadə olunmur? Nə üçün onlar müsəlmanları təbrik eləmirlər, bu qədər müsəlmanların bayramında canfəşanlıq göstərmirlər? Çox təəssüflər olsun ki, həqiqət budur. Bəzi insanların halı nəyə bənzəyir, əziz müsəlmanlar? Onlar, məsələn, Avropaya getsinlər, bir qədər qalsınlar, sonra qayıtsınlar, başlayacaqlar öz dinlərini təhqir etməyə, Avropa ilə fəxr etməyə, sonra başlayacaqlar öz ölkələrini hətta təhqir etməyə, öz dinlərini də dedik ki, təhqir edəcəklər, dinlərini aşağılayacaqlar və bu geriliyin səbəbini özlərində görəcəklər, yəni öz dinlərində görəcəklər. Halbuki, bəzi insanların halı nəyə bənzəyir? O insanlar ki, yəni, bir köpəyi, yəni misal çəkir, köpəyin sədaqətli, sadiq olması, vəfalı olmasını misal çəkir. Lakin köpəyin itin hürməsini özünə örnək götürür. Və doğrudan da necə qəribədir ki, Avropa kimi bir yerin sənayesinin, iqtisadiyyatının inkişafını özlərinə nümunə götürmək əvəzinə bu şeylərdən danışsalar da, onların sənayesi və iqtisadiyyatından danışsalar da, təəssüflər olsun ki, bəzi insanlar onların yalnız pis əxlaqını özünə nümunə götürürlər. Danışmaqla da, quru sözlərlə iş bitmir. Və dedik ki, həqiqətən də bu çox pis bir durum və acınacaqlı bir durumdur. Başqalarının inkişafına vurulursan, lakin onların yalnız pis əxlaqını götürürsən. Başqalarının bayramlarını canfəşanlıqla qeyd edirsən, amma inkişafda, sənayədə, iqtisadiyyatda olan məsələləri görməməzlikdən gəlirsən.